İlk öncə təşəkkürümü bildirmək istəyirəm dərin masanın keçirilməsi üçün. Çalışacağam maliyyə sektorunda olan rəqəmsal transformasiyada olan cari vəziyyət barəsində və qarşımızda duran çağırışlar və planlar barəsində məlumat verim. İlk öncə onu qeyd etmək istəyirəm ki, möhtərəm cənab prezidentin sədri ilə keçirən müşavirə və hörmətli birinci vitse-prezident Mehriban xanımın sədri ilə keçirən Azərbaycan Respublikasının rəqəmsal İnkişaf Şurasının ilk icrası ilk növbədə onun göstəricisidir ki, strateji qərarların koordinasiyalı verilməsinə nə qədər önəm verilir və bu dərin masada hesab edirəm ki, bu ümumi məqsədə çox böyük töhfə verir. Rəqəmsal transformasiyanın maliyyə sektorunda danışarkən ilk öncə qeyd olunmalı məsələ odur ki, biz qeyd edə bilərik ki, ölkədə ilk miqyaslı rəqəmsal transformasiya layihəsi məhz bank sektorunda başlamışdır. Və bu başlanğıc qısa zamanda digər banklara ötürülmüş və bir rəqabətli mühitdə az sonra qeyd etdiyim nəticələrə gətirmişdir. Və biz deyə bilərik ki, bugün 3 istiqamətdə maliyyə sektoru həm tətbiq olunan texnologiyalar, həm rəqəmsal xidmətlər baxımından, həmçinin insan kapitalının formalaşdırması baxımından ciddi töhfə verir ümumi ölkəmizin rəqəmsallaşmasına. Rəqəmsallaşmasının nəticəsi olaraq bir sıra rəqəmləri yəqin ki, qeyd eləmək məqsədə uyğun olar. Biz rəqəmsallaşmanın başlanğıcını geniş miqyaslı 2018-ci ildən bəri görürük və bu zaman elektron bankçılığın payı köçürmələrdə 26% təşkil edirdisə, artıq bugün bu göstərici 82%-ə çatıb. Yəni, çox ciddi bir artımdır və məsələn, kart ödənişlərində nağdsız əməliyyatların payı isə 17,8%-dən 69,7%-ə çatmışdır. Və biz son zaman olan dəyişiklərə gəlsək, ani ödənişlər sistemi olan dövriyyə 2025-ci ilin ilk rübündə 87 min manat idisə, artıq 940 milyon manata çatıb. Və bu göstəricilər yalnız texnologiya tətbiqi deyil, bu göstəricilər vətəndaşların və bizneslərin davranışında olan dəyişikliyin göstəricisidir. Və artıq rəqəmsal kanallar maliyyə sektoru üçün bir alternativ kanal deyil, əsas kanala çevrilib. Və əsas kanal olaraq da əsas rəqabət maliyyə sektorunda bugün rəqəmsal kanallarda göstərilən xidmətlər əsasında gedir. Ən vacib töhfələrdən də və nailiyyətlərdən də biz hesab edirik ki, bu insan kapitalının formalaşmasıdır rəqəmsal sahədə. Bizim son araşdırmalarımız göstərir ki, sistem əhəmiyyətli banklarda 30%-ədək əməkdaşlar sırf rəqəmsal sahədə çalışır. Bura daxildir proqramçılar, bura daxildir süni intellekt mühəndisləri, bura daxildir məhsul sahibləri və DevOps və digər professiyalar. Və bu hesab edirik ki, ölkəmizdə formalaşan mühəndislər potensialına da çox böyük müsbət təsiri var. Biz süni intellekt barəsində son zamanlar çox populyar olub və biz bu dərin masa başlanandan öncə də qısa Rəşad müəllimlə bunu danışırdıq ki, artıq süni intellekt modellər maliyyə sektorunda uzun illərdir ki, tətbiq olunur. Bu olsun kredit skoringidir, bu olsun əlavə məhsulların satışıdır, upsell dediyimiz hissələrdir və ya risklərin modelləşməsi və stres testləri. Yəni, bu sahədə geniş istifadə olunur və son zamanlar populyar olan LLM tipli modellərdə artıq banklar tərəfindən tətbiq olunur. Biz ümumi rəqəmsallaşmanı götürsək, biz onu iki istiqamətə bölə bilərik. Bir, dövlət xidmətlərinin rəqəmsallaşması, digər özəl sektorun. Biz ayrı-ayrı sektor olaraq götürə bilərik və ya sektorları birlikdə cəmləyə bilərik. Və bu hər iki istiqamətdə rəqəmsal transformasiya nəticə verdikdə biz artıq rəqəmsal iqtisadiyyata keçid və bunun iqtisadi müsbət təsiri haqqında deyə bilərik. Mərkəzi Bankın dövlət xidmətləri sahəsində olan roluna gəldikdə, Mərkəzi Bankın fərqi ondan ibarətdir ki, bizdə vətəndaşlara olan çoxlu sayda xidmət yoxdur. Yəni, Mərkəzi Bankın göstərdiyi xidmətlərə daha çox maliyyə institutlarını əhatə edir və hətta biz strateji olaraq da vətəndaşlara verilən xidmətləri məhdudlaşdırmaq siyasətini irəli sürdük. Nəyə görə ki, bizim gördüyümüz odur ki, yəni rəqabət çox olduğu halda və özəl sektor öz arasında rəqabət etdiyi halda onların yaratdığı məhsullar daha effektiv olur və bu halda bu səbəbdən biz hətta Mərkəzi Bankın ANİPEY tətbiqini də idarə heyətinin qərarı ilə biz dayandırdıq ki, biz imkan yaradan xidmətlər, yəni özəl sektora yeni məhsul yaratmaq üçün
töhfə verən sistemləri və məhsullar üzərində çalışaq. Bu olsun ani ödənişlər sistemi, olsun açıq bankçılıq sistemi və hesab edirik ki, bu yanaşma öz töhfəsini verir. Artıq siz yəqin ki, ödəniş edərkən fikir verirsiniz ki, QR ödənişləri artıq geniş istifadə halına gəlir və mən bu mövzuda da yəqin ki, digər dövlət qurumları ilə də hər birindən koordinasiyalı şəkildə bu istiqamətdə də dəstək olmasını istəyərdim ki, bu maliyyə sektorunun rəqəmsallaşmasına və xərclərin azalmasına böyük töhfə verir. Digər Mərkəzi Bankın rəqəmsallaşmış sahəsində böyük önəm verilir supervision, yəni nəzarət sistemlərində texnologiyaların tətbiqinə və bununla bu istiqamətdə 2025-ci ilin fevral ayında nəzarət texnologiyaları üzrə yol xəritəsi təsdiqlənmişdir və bir istiqamət əgər Mərkəzi Bank sektora imkan yaradır ki, öz sistemləri vasitəsilə yeni məhsullar yaratsın. Digər istiqamətdə isə özünün apardığı nəzarət çərçivəsinin texnologiyalar üzərindən həm burada süni intellekt modelləri var, həm hesabatlığın rahatlaşması var. İlk öncə İlham xanımın qeyd elədiyi çağırışlar Mərkəzi Bank qarşısında da bir neçə il öncə var idi ki, hansı hesabatlar və ya müraciətlər kağız əsasında olurdu. Biz də onun hamısını elektron varianta keçirmişik və artıq bunun real zaman əsasında, inteqrasiya əsasında keçirilməsi hədəflənir. Özəl sektora gəldikdə, Rəşad müəllimin qeyd elədiyi kimi bizim çox gözəl tərtib olunmuş bu arxitektura əslində yanaşmanı daha effektiv etməyə imkan verir və mən istərdim 5 əsas çağırış üzərində diqqəti cəmləyim. Bir, biz maliyyə sektorunda olan bu rəqəmsallaşmanın təhlil etsək, biz görə bilərik ki, ilk öncə nə dəstək oldu? Bu tənzimləmənin imkan verməsi oldu. Yəni, tənzimləmə imkan verirdi ki, banklar rəqəmsal məhsullar yaratsınlar, rəqəmsal kanallar üzərindən xidmət göstərsinlər və bu bütün sektorlarda tətbiq oluna bilən bir sahədir və biz digər ölkələrin də nümunəsini görsək, biz görə bilirik ki, əsasən rəqəmsal transformasiyanın aparıcı qüvvəsi özəl sektordur. Yəni, dövlət ancaq dəstək olur bu istiqamətdə. Məlumatlara çıxışı asanlaşdırır və s. Yəni, ona görə ilk yəqin ki, burada məsələ risk əsaslı və mərhələli yanaşmanın tətbiqidir. Hansı ki, Mərkəzi Bank tərəfindən hal-hazırda xüsusi tənzimləmə rejimi tətbiq olunub. Biz virtual aktivlər üzrə qanun layihəsi artıq qurumlar tərəfindən baxılır. Ümid edirik ki, ilin sonuna qədər artıq Milli Məclisə təqdim olunub və qərar qəbul ediləcək bu barədə. Ancaq bu xüsusi tənzimləmə rejimi imkan verir ki, blockchain və kripto sahəsində olan məhsullar artıq test edilsin və bu da innovasiyaya bir müsbət təsir göstərir. Digər məsələ, əlbəttə ki, həmkarlar da qeyd etdi, bu dataya çıxışdır. Maliyyə sektorunun özünün kifayət qədər transaksiya datası olduğu üçün biz rəqəmsallaşmada bəlli bir sıçrayış əldə etmişik. Bunun daha da genişləndirilməsi üçün bu dövlət tərəfindən verilən dataların əlçatan olmasıdır. Bugünkü gündə bir çox datalar var, hansı ki var, sadəcə olaraq biz bunu kolleqalarımızla da müzakirə edirik. Bu dataların pulsuz təhvil verilməsi hesab edirik ki, çox böyük töhfə verəcək. İndiki zamanda biz rəqəmlərə baxsaq, 25-ci il ərzində bank sektoru 23.8 milyon manat ödəniş edib, sırf dövlət tərəfindən təqdim olunan dataların alınması üçün. Bu da sözsüz ki, biz həm sorğular keçirəndə, həm assosiasiyalar tərəfindən bizə müraciətlər olunur ki, rəqəmsallaşmanın qarşısında bəlli bir çətinliklər yaradır. Və biz regionda olan digər ölkələrə də baxsaq, belə bir təcrübə var ki, bir neçə il ərzində bu məlumatlar pulsuz verilir. Daha sonra isə yavaş-yavaş başlanılır simvolik bir xərcə gətirilməsinə. Üçüncü məsələ bu infrastrukturla bağlıdır. Biz müqayisə etsək, əlbəttə ki, təhlükəsizlik məsələsi ən önəmli məsələdir və hesab edirəm ki, çox düzgün bizdə qanunvericilik onu təsbit edir ki, biz fərdi məlumatları ölkə daxilində saxlamalıyıq. Ancaq eyni zamanda özəl sektorun qarşılaşdığı problemlərdən biri infrastrukturun bahalı olmasıdır. Burada həm biz süni intellekt infrastrukturunu deyə bilərik, həmçinin klassik infrastrukturu deyə bilərik. İnkişaf etmiş ölkələrin nümunəsinə baxsaq, əsas faktorlardan biri o idi ki, təşkilatlar
çox az xərclə rəqəmsal həll yarada bilirdilər. Bunun da əsas səbəbi bulut sistem, cloud olması idi. Burada önəmli faktor nədir? Yəni bulut deyərkən, bulut xidmətləri deyərkən biz sadəcə olaraq data center deyil, idarə olunan sistemlər, ingiliscə managed servislər. Yəni bu servislərin olması imkan yaradır ki, təşkilatlar infrastruktura əlavə xərc eləmir. Özündə administrator saxlamır, digər əməkdaşlar cəlb etmir və bu xidmətin olması düşünürük ki, ölkəmizdə böyük ehtiyac var və bu həm maliyyə sektorunda, həm digər sektorlarda, özəl sektorun inkişafına təsir göstərir. Yəni infrastrukturun müqayisə etsək xərcinin çox yüksək olduğunu deyə bilərik. Çıxışda qeyd olunan kimi kiber təhlükəsizlik məsələsi əlbəttə ən önəmdədir və bu çox sevindirici haldır ki, bizdə artıq bir çox istiqamətlərdə yaxşı nəticələr var. Maliyyə sektorunda qaydalar tətbiq olunub, artıq 2 ildən çoxdur və bu qaydalara uyğun hər bir maliyyə institutu yoxlanılır. Çağırışlarımızdan biri yəqin ki, daha koordinasiyalı şəkildə əməkdaşlığın aparılmasıdır və son bir ildə biz burada da böyük bir irəliləyiş əldə etmişik. Əsas məqamlardan biri yəqin ki, dələduzluq hallarının artmasıdır və bununla bağlı biz yəqin ki, çoxlu mesajlar alırıq. Statistikaya baxsaq, dələduzluq hallarının 90%-dən çoxu telefon rabitəsi üzərindən olur. Yəni zəng olunaraq vətəndaşlar aldanılır və s. Və bununla bağlı da biz həmkarlarımızla müzakirələrimizi davam etdiririk. Burada ehtiyac var ki, kompleks regulasiyalar olsun. Yəni mobil şəbəkə, mobil rabitə operatorlarında da qonşu ölkələrimizdə olduğu kimi mexanizmlər qurulmalıdır ki, bu zənglər barəsində məlumatlar vətəndaşlara çatdırılsın ki, qarşısını almaq daha effektiv olsun. Yəni kiber təhlükəsizlik hər hansısa bir qurumun deyil, bu bütün ekosistemin məsuliyyətidir. Və ən sonda qeyd etmək istədiyim bu fundamental mühəndislik və insan kapitalının inkişafıdır. Bugün süni intellekt barəsində və onun tətbiqi xüsusən də texnologiya sahəsində işə necə təsir olacağı barədə fərqli fikirlər var. Ancaq biz bu sahədə ən qabaqcıl ölkələrin də planlarına baxsaq, biz orada görə bilərik ki, fundamental biliklərin artırılmasında və öyrədilməsində heç bir təşkilatda, heç bir ölkədə bir sual yoxdur. Yəni hətta süni intellekt bütün proqramlaşdırma işlərini də ələ alsa, ölkədə mühəndis sayına böyük ehtiyac var. Əgər bizim ambisiya və bizim hədəf regionda bu sahədə lider ölkəyə çevrilməkdirsə, hesab edirəm ki, biz adam başına düşən mühəndis sayını bir strateji metrik olaraq, KPI olaraq diqqət əsasında saxlamalıyıq və bununla bağlı biz Mərkəzi Bank olaraq həm Rəqəmsal İnkişaf Nazirliyinin dəstəyi ilə, ADA Universitetinin dəstəyi ilə keçən il ICPC beynəlxalq proqramlaşdırma yarışmasının finalını ölkəmizə gətirdik və dünyada olan universitetlər arası ən güclü mühəndisləri ölkəmizə gətirdik. Və hesab edirik ki, bu istiqamətdə olan səylər davam etməlidir və biz ölkədə, xüsusən də regionlarda mühəndislərin inkişafına ciddi diqqət ayırmalıyıq. Çünki biz həm infrastruktura, həm idarə etməyə, həm dataya nə qədər də yatırım etsək, əgər adam başı bu sahələri inkişaf etdirən mühəndislərimiz olmasa, hesab edirəm ki, 3, 5, 7 il perspektivində ciddi çətinliklərlə üzləşə bilər. Ona görə uzun müddətli perspektivdə bu sahəyə investisiya olunmasını çox vacib olduğunu düşünürəm. Və xüsusən də regionda olan rəqabəti nəzərə alaraq bu isə çox önəmlidir. Diqqətinizə görə təşəkkür edirəm və biz öz tərəfimizdən həm təcrübəmizi, həm belə deyək, əldə etdiyimiz nailiyyətlərlə bağlı olan idarəetmədə olan istiqamətlərdə nə nəticələrimiz varsa hamısını paylaşmağa və dəstək olmağa hazırıq. Çox sağ olun.